günləri biz Photoshop'da məskləməni öyrənəcəyik. Bunu üçün ilk növbədə şəklimizi qıfıldan çıxardırıq. Üzərinə misal bir dənə rektangl çəkək. Sadəcə maşının çəkdiyimiz bu rektanglı buradan deaktiv edirik. Daha sonra sürükləyərək alt hissəyə alırıq. Ya şəklin üzərində sağ düyməni basaraq Make Clipping Mask edirik. Artıq bizim şəklimiz seçdiyimiz o kvadratın daxilindədir. Yaxud da Ctrl-Z ilə geri qayıdıram. Altı basılı tutaraq hər iki leyerin arasına dayanaraq bir dəfə vururuq. Yenidən bizim şəklimiz həmin kvadratın içərisindədir. Biz burada kvadratın içərisində olan şəklimizə rahat formada sağa sola hərəkət etdirə bilərik. Eyni zamanda rektanglımızın baxın stroku var. Strokunu bağlaya bilərəm. Kənarlarını bükę bilərəm. İstədiyim kimi hərəkət etdirə bilirəm. İndi Ctrl-Z eləyək. İnternetdən bu tipli bir dənə brush indirmişəm. Öncə brush'ımı götürürəm. Getirirəm, bu hissəyə yerləşdirirəm. Yeni bir layer, daha doğrusu səhifə açıb içərisinə brush'ı yerləşdirdim. İndi gedək şəklimi gətirək. Şəklimizi yerləşdiririk bu hissəyə və brush'ımız böyüklüyündə shift'i basılı tutaraq böyütməyə çalışırıq. Daha sonra bəlkə qayda ilə altı basılı tutaraq hər iki layerin arasına dayanıb şəklimizi həmin brush'ın içərisinə yerləşdirə bilərik. Bu formada bir görüntü əmələ gəlir. İndi Ctrl-Z eləyirik. İnələyək. Maşının gözünü bağlayırıq. Brush'ımızı balacalandırırıq. Baxın bu tipli. Sonra bunu deaktiv edib altı basılı tutaraq brush'ımızın bir neçə kopyasını alırıq. Belə. Daha sonra Ctrl basılı tutaraq baxın buradakı layerlərimizi seçirik. Bu hissəyə gəlirik. Qrup eləmək üçün bir dəfə bura toxunuruq. Artıq bizim şəkillərimiz qrup halındadır. Yenidən şəklimizin gözünü açırıq və altı basılı tutaraq bu hissəyə yerləşdiririk. Baxın, biz burada tək-tək brushlarımızı da müdaxilə edə bilirik. Sağa sola hərəkət etdirə bilirik və bu tipli görüntü əmələ gəlir. İndi Ctrl-Z eləyək. Brushlarımızı silək. Bunu da silirik. Bu şəklimiz burada da sadəcə gözü bağlıdır. İndi bir neçə dənə rektangl çəkək. Onun kənarlarını belə bükək və bu formatda altı basılı tutaraq kopyalarımızı artırırıq. Bu formada eləyirik. Daha sonra yenə shift'e basılı tutaraq ya da Ctrl basılı tutaraq seçirik. Gəlirik bir dəfə bu qutucuğa toxunuruq. Hamısını qrup eləyirik. Şəklimizin gözünü açırıq. Alta basılı tutub bu hissədən toxunuruq. Artıq bizim şəklimiz bu formatda. Hətta şəklimizin boyutu balaca olduğuna görə bəzi hissələr beləçin qalıbdır. Shift'e basılı tutub şəklimizi uyğun formaya gələn kimi böyüdürük ki, tam bizim istədiyimiz kimi o rektanglların içərisinə yerləşmiş olsun.